Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi Cəbrayılov məsuliyyətə cəlb olunub. Qaynarinfo teleqrafa istinadən xəbər verir ki, onların nişan mərasimi Şəmkir rayonu Yeni Həyat kəndi ərazisində yerləşən Qala restoranında hər iki ailənin iştirakı ilə baş tutub. Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və Cəbrayılov Şəmkir rayon polis şöbəsinə barələrində araşdırma aparılması məqsədi ilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon polis şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib. Cəbrayılov məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı nüşabə pasiyent kimi onun yanına gələrkən görüb və bəyənib. O daha sonra qızla danışaraq ona elçi göndərəcəyini bildirib. Nüşabə isə ifadəsində bildirib ki, anasının onu müşviqə verməyəcəyini başa düşüb, valideynini qorxutmaq üçün biləklərini kəsib verməsə özünü öldürəcəyini bildirib. Anam da qorxuya düşüb, məcbur qalıb elçilərə hə dedi. Qeyd edək ki, məhkəmə Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirilib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib.